Biz insanlar həyatımız boyunca xətalara, səhvlərə yol veririk. Bilərəkdən və ya bilməyərəkdən günahlar edirik. Afuv olan Allah, bağışlayan, günahları silən, edilən səhvlərin üzərindən keçən olduğu üçün peşman olaraq səmimi əfv diləyən insanı cəzalandırmır. Çünki o afuvdur. Və bu barədə Nisa surəsi 149-cu ayədə Allah Teala belə buyurur. Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, o hər şeyə qadirdir. İn tubdu xayran əv tuxfuhu əv tə'fu ən su'in fə innallâhe kənə afuvən qadira. Afuvən sözü burada Allah Teala'nın Əfuvad adından danışır. Biz Əsma-ül Hüsna kitabında Allah Teala'nın 99 adından biri olan Əfuv adından oxuyuruq. Orada həm də nə buyurur? O günahları silən və onların üzərindən keçəndir, bağışlayandır. O günah sahibini cəzaya layiq olduğu halda cəzalandırmır. Ona görə əgər bir səhv edirsinizsə, bir günah edirsinizsə, ətrafdakı insanlar sizi qınayırsa, onu boş verin. Çünki əsas məsələ Allahın bizi bağışlayan olmasıdır.